Qeyd etdim, Rusiya daxilində Azərbaycanla münasibətlərə dair fikir ayrılıqları var Rusiya elitasında. Və elita ümumiyyətlə ümumi bir ideoloji məqsəd ətrafında birləşir. Rusiyanın güc olmaq trayektoriyasını irəlilətmək, yeni mexanizmlər yaratmaq, ancaq dövlətlər arası münasibətlərdə də müəyyən tənzimləyici məsələlər ön plana çıxmalıdır. Və Rusiya ilə Azərbaycan arasında münasibətlər birinci dəfə deyil ki, gərgin həddədir. Bundan əvvəllər də olub və fikir verirsən, Vladimir Putin hakimiyyətə gəldikdən sonra Azərbaycanla Rusiya arasında baş verən gərginliklərin sonunda Ermənistan daha çox əziyyət çəkib. Emin bəy, bir məsələni mən efir vasitəsilə bildirmək istərdim. Deməli, bizdə də təəssüflər olsun ki, belə bir fikirlər var ki, Nikol Paşinyan sülh üçün çalışır. Güya Nikol Paşinyan sülh və təhlükəsizliyin flaqmanıdır regionda. Məsələ elə deyil axı. Biz baxan Nikol Paşinyanı o fikrə, o düşüncəyə, o hərəkətlərə nələr vadar edir? Azərbaycan ordusunun yaratdığı reallıqlar, Prezident İlham Əliyevin qətiyyəti, danışıqlarda qoyduğu məsələlər, şərtlər, indi o şərtlərin də bəziləri hələ açıqlanmır. Onları təhlil eləmək olar, müəyyən nöqtələri birləşdirərək. Bunların qarşılığında Nikol Paşinyan sülhə məcbur edilmiş bir fiqurdur və o məcbur edilmənin bir elementlərini ifadə etməkdədir. Yəni Nikol Paşinyan sülh üçün çalışır. Heç kim deyəndə bəlli bir dairə var. Azərbaycanın Nikol Paşinyanı gətirdiyi o nöqtə var. Nikol Paşinyan o nöqtəyə gətirib. Heç kim Azərbaycan Nikol Paşinyanın nöqtəyə gətirdiyini demir, amma Nikol Paşinyan Azərbaycan münasibətlərə önəm verir, regional təhlükəsizlik çalışır. Tamam, biz deyirik, bununla altın cizərək vurğulamaq lazımdır ki, Ermənistanın ritorikasında kəskin fərqlər var və Nikol Paşinyan da həqiqətən sülh gündəliyində çox fərqli bir meyarlarla çıxış edir. Bu bizim üçün də lazımdır. Və bu lazımlı məqamda Azərbaycan üçün Nikol Paşinyanın hakimiyyətdən devrilməsi məncə məqbul deyil. Rusiya isə müəyyən bir təzyiq ilçaqlarını işə salır. Hərçənd ki, Nikol Paşinyanın da Rusiya ilə hansı sövdələşmələrə gedəcəyi vaxt da getdiyi barədə də müəyyən təəssüratlar yaranır. Ancaq Azərbaycan üçün Nikol Paşinyanın hakimiyyətdə qalması məqbuldur. Çünki bölgə əhəmiyyətli bir transformasiyadan keçir. Belə bir keçid dövründə bizim dil tapdığımız bir adam, daha doğrusu öz diktələrimizi yeritdiyimiz adamın, fiqurun hakimiyyətdə qalması daha məqsəd uyğundur. O demək deyil ki, Ermənistanda digər qüvvə hakimiyyətə gəlsə, Azərbaycanın yaratdığı reallıqlar geri olunacaq. Dəyişməyəcək. Əksinə bəlkə Azərbaycan daha da uzana bilər. Sadəcə proses uzana bilər. Müəyyən manevr imkanları daralacaq, əlavə problemlər yaranacaq. Bu problemlər yaranmaması üçün Azərbaycan diplomatiyası və siyasəti strategiyası səy göstərir.